Salam dəyərli həmkarlarım. Bugünkü mövzum hormon pozitiv süd vəzi xərçənginin müalicəsi haqqındadır. Reglamenti nəzərə alaraq bu mövzunu yəni 35 slayddan ibarət hazırlamışam və çalışacağam ki, sizə 15 dəqiqə ərzində bütün mövzunun əsas aspektlərini çatdırım. Hormon pozitiv süd vəzi xərçənginin nədir? Birinci o suala cavab verək ki, endokrin terapiyaya həssasdır. Bu tip şişlər adətən yavaş inkişaf edirlər. Postmenopauzal qadınlarda daha çox rast gəlinir. Proqnoz hormon neqativ tiplərlə müqayisədə daha yaxşıdır. Ümumi statistikaya nəzər salsaq, 2018-2022-ci illər arasında aparılan statistikaya əsasən hər 100 min qadından 91-ində hormon pozitiv alt tipli süd vəzi xərçəngi qeydə alınmışdır. 5 illik yaşama göstəricilərində nəzər salsaq görərik ki, hormon pozitiv P-negativ süd vəzi xərçəngləri 91% olaraq daha üstəlir yaşama proqnozuna görə. Müalicə seçimində əsas biz nəyi nəzərə almalıyıq? Şişin ölçüsünü və yerini, şişin biologiyasını, xəstənin yaşını, xəstənin ümumi sağlamlıq vəziyyətini, xəstənin həmçində biz xəstə ilə söhbət eləməliyik və xəstənin müalicə seçimi haqqında müzakirə aparmalıyıq. Həmçinin də gənc xəstələrdə fertillik problemi bütün həkimlərin yaşadığı ən vacib problemlərdən biridir. Bu slaydı keçək, hamımızın bildiyimiz slaydı. Burada isə mən ESMO 2024-cü ilin guideline-ını qoymuşam ki, növbəti slaydlarda bu slayda mən tam olaraq açıqlama verəcəyəm. Neoadjuvant terapiya haqqında danışmaq istəyirəm ki, biz bilirik ki, 3-cü mərhələ şişlərin T3, T4 histoloji növündən asılı olmayaraq hamıya neoadjuvant terapiya məsləhət görürük. İkinci mərhələdə isə daha çox süd vəzi qoruyucu əməliyyat aparmaq istəyəndə neoadjuvant müalicənin əsas üstünlüyü nədir? O radikal mastektomiyaya tələbatı azaldır və həmçinin də ki, qoruyucu əməliyyatların sayını artırır. Bu zaman şişə tel yerləşdirmək daha məqsədə uyğundur və həmçinin PCR-ı izləmək daha rahat olur ki, növbəti etaplarda xəstəliyin gedişatında, həmçinin də ki, əgər xəstəlikdə metastaz verilibsə də, bu bizə neoadjuvant terapiya bizə çox böyük kömək olacaq patomorfozu nəzərə alaraq. Neoadjuvant terapiyadan 3-6 həftə sonra əməliyyat planlaşdırmaq lazımdır və sonraki patoloji raporda təkrar immunogistokimyəvi müayinəyə ehtiyac olmur. Neoadjuvant müalicə deyəndə nəyə nəzərdə tuturuq? Neoadjuvant kimyoterapiya və yaxud da ki, neoadjuvant endokrin terapiya. Bu ikisinin arasında biz mütləq seçim aparmalıyıq. Neoadjuvant kimyoterapiya nə zaman verilir? Yüksək riskli şişlər üçün əsas seçim əlbəttə ki, neoadjuvant kimyoterapiyadır. Standart rejimimiz antrasiklin və taksanlardır. Endokrin terapiya isə aşağı riskli, yəni hormon pozitiv postmenopauzal qadınlar üçün uyğundur və əsasən də aromatase inhibitorlarından istifadə edirik. Target terapiya haqqında çox məlumat verməyəcəm. Zaten Çələbiyev hocamız 3-cü çıxışında onu bizə tam olaraq anladacaq. Burada target terapiya trastuzumab və pertuzumabdan istifadə olunur. Neoadjuvant kimyoterapiyanın effektivliyi barədə nə deyə bilərik? Luminal A şişlərdə əsasən şişlərin ölçüsünü kiçildir. Tam patomorfoz əldə etmək luminal A-da daha aşağıdır və luminal B-də və daha proliferativ, yəni aqressiv tiplərdə isə PCR nisbəti daha yüksək olur. Hormon pozitiv, limfa düyünü pozitiv şişlərdə, bəli, AC və növbələşmə ilə paklitaksel, amma antratsiklinə əks göstəriş vardırsa, 3 limfa düyünündən aşağı tutulum vardırsa, taksol siklofosfamid və o cümlədən limfa düyünü negativdirsə, taksol siklofosfamiddən istifadə olunur. Neoadjuvant müalicə, neoadjuvant kimyoterapiya və yaxud da ki, neoadjuvant endokrin terapiya arasında seçimə qalsaq, premenopauzal qadınlarda GECAM tədqiqatında göstərilib ki, 75% kimyoterapiya verildikdə effekt daha yaxşı, cavab nisbəti daha gözəl əldə edilib, amma neoadjuvant endokrin terapiyada isə postmenopauzal qadınlarda demək olar ki, kimyoterapiya ilə eyni effekti alırıq. Bəs postmenopauzal qadınlarda isə aromatase inhibitorlarından istifadə olunur. Tamoxifen nə zaman istifadə oluna bilər? Yalnız aromatazaya əks göstəriş varsa. Adjuvant müalicə haqqında da qısa məlumat verim. Adjuvant müalicədə biz əsas nəyə qiymətləndirməliyik? Riski və faydanı. Çünki endokrin terapiyadan müsbət nəticə əldə etmək mümkün varsa, niyə görə biz adjuvant kimyoterapiya verə bilərik?
Bu hansı xəstələrə verə bilərik? Bilirik ki, T1A xəstələr adjuvant müalicə tələb eləmir. Üçüncü mərhələdə neoadjuvant almayıbsa adjuvant kimyoterapiya, ümumi olaraq hormon yüksək pozitiv, aşağı qreyd, proliferasiyası aşağı olan xəstələr endokrin terapiya ilə proqnoz daha yaxşı və risk kalkulyatorundan daha rahat istifadə edə bilərik ki, bunu dəyərləndirək. Non-negativ xəstələr, burada qısaca yazmışam, T1AN endokrin terapiya və ən ağırlı mövzumuz gen ekspresiya profilinin yoxlanmasıdır ki, bunu həyata keçirsək əlbəttə ki, daha yaxşı olar. Rekurrens riskimiz ondan aşağıdırsa, yalnız endokrin terapiya, 11-25 yaş aralığındadırsa 50 yaşdan yuxarı endokrin terapiya, 50 yaşdan aşağı isə endokrin terapiya plus kimyoterapiya və yaxud da ki, yalnız endokrin terapiya. Premenopazal qadınlarda isə yumurtalıq supressiyası nəzərdə tutulur. Rekurrens skor 26-dan yüksəkdirsə, kimyoterapiyadan daha sonra endokrin terapiya istifadə olunur. Kimyoterapiya əks göstəriş varsa, təbii ki, endokrin terapiya nəticəsini göstərməlidir. Non-pozitiv hormon reseptor pozitiv xəstələrdə necə yaxınlaşırıq? Postmenopazal xəstələrdə 3 limfodiyini neoadjuvant almayıbsa, adjuvant kimyoterapiya 3 limfodiyinin arasında bu bir qədər mübahisəli mövzudur. Bu haqda çalışmalar da var, fərqli fikirlər də var. Amma ki, əsasən bizim klinikada biz yenə də kimyoterapiyasını aparırıq. Premenopazal qadınlarda limfonod pozitivdirsə, təbii ki, adjuvant kimyoterapiyadan istifadə edəcəyik. Kimyoterapiya zamanı nəzərə nəyə almaq lazımdır? Əməliyyatdan 3-6 sonra adjuvant kimyoterapiya aparılır. Residiv riskinə sitotoksik faydaya əsaslanan qərarı verməli. Erkən gec terapiya ilə bağlı toksikliyə nəzərə almalıyıq. Luminal A-da adjuvant kimyoterapiyadan öncə mütləq düşünmək lazımdır. Amma luminal B-də isə daha çox fayda əldə edə bilərik. Toksinlər adjuvant rejimin effektivliyini artırır. 3 dərman antitsiklin əsaslı rejimlər qəbul eləmək düzgün deyildir və ardıcıl olaraq eyni vaxtdan daha effektivdir. Hansı kimyoterapiya skeminə gəldi? Antitsiklin əsaslı kimyoterapiya skemi həmişə özünü doğruldur. Müəyyən bir əks göstərişlər olduqda təbii ki, antitsiklinləri, yəni kardial xəstələrdə bunu çox adam bilir, yəni üzərindən keçməyə məcburam. Adjuvant müalicədə endokrin terapiya necə aparırıq? Postmenopazlarda dediyimiz kimi aromataz inhibitor 5-10 il arasında aparılır. Premenopazda tamoksifen, sonra yumurtalıq supressiyası və yaxud da ki, aromataza inhibitorlarını keçirik yumurtalıq supressiyasına bir yerdə. Sonra suallar, adjuvant endokrin terapiyanın sualları nədir bizim üçün? Tamoksifen tək optimal müalicədirmi? Yumurtalıq supressiyasının rolu nədir? Aromataz inhibitorların rolu nədir? Optimal müalicə müddətimiz nədir? Və CDK4-6 inhibitorların rolu nədir? Həmçindəki premenopazal və postmenopazal qadınlarda endokrin terapiya necə aparılır? Adjuvant kimyoterapiya hormon pozitiv süd bəzi xərçənginin survivalını uzadır biləsiniz. Kimlər postmenopazaldır, bunun üzərindən keçək. Postmenopazal qadınlarda anastrazol, letrozol, dexamistanın hamısının effektivliyi demək olar ki, eynidir. Və nə zaman aromataz inhibitoru, nə zaman tamoksifen deyəndə elə xəstələr var ki, aromataz inhibitoruna tamoksifen keçir ki, onda o zaman olur ki, yüksək residiv, yəni tamoksifen keçdikdə, yəni ilk ilə daha tez baş verir. Ona görə aromataz inhibitoru postmenopazal qadınlar daha effektivdir. İlk illər residiv olmasa tamoksifenə keçə bilərik və tamoksifen kontralateral süd bəzi xərçənginin qarşısını alır. Uzadılmış hormon terapiya. Bəzi xəstələrdə 5-10 ilə qədər uzadılmış hormon terapiya veririk. Bu, amma ki, ona baxmayaraq 40% xəstəmiz 5 ildən sonra endokrin terapiyanı dayandır. Nəticə əldə uzadılmışda 5 il ancaq tamoksifen alan qadınlarda uzadılmış endokrin terapiya faydalı ola bilər. Daha çox fayda ikincili yeni süd bəzi xərçənginin azaltmaqda görülür. Aşağı və ya orta risk altında olan qadınlara 2-3 ildən çox uzadılması təklif edilməməlidir. Təkrarlanma riski yüksək olan qadınlara 5 il uzadılmış aromataz inhibitorlar təklif oluna bilər. Uzadılmış aromataz inhibitorlar bağlı qərar fərdi xəstə riskdən dərmanlara dözümlülüyünə əsaslanmalıdır. Xəstənin burada mütləq seçimi də nəzərə alınmalıdır. Endokrin terapiya istifadə zamanı vaxtından az müalicəni dayandırmaq böyük bir riskdir.
Premenopauzal qadınlarda adjuvant endokrin terapiya təbii ki, tamoksifen. Premenopauzal qadınlarda həmçindəki yumurtalıq supressiyasından da istifadə olunur. Bunu mən uzun-uzadı danışmayacağım. Bunu çoxunuz bilirsiniz deyəm, buradan da keçək. Premenopauzal qadınlarda adjuvant endokrin terapiyanın alqoritmasından haqqında da məlumat vermişəm burada. Əsasən vurğulayaq ki, yumurtalıq supressiyası 2-5 il müddətində, yəni 5 il tövsiyə olunaraq, tolerə edilə bilməyəndə biz 2 il istifadə edə bilərik. Və tamoksifen zamanı mütləq fertilliyə diqqət yetirmək lazımdır ki, 43% halda anomaliya riski olur. Dayandırdıqdan 2 ay sonra hamiləlik planlaşdırıla bilər. Metastatik hormon pozitiv süd vəzi xərçəngi mütləq birincili olaraq metastatik olacaq biopsiya olunmalıdır. Çünki siz hamımız bilir ki, süd vəzi xərçəngində metastaz olduğu 20% hormon reseptorları dəyişilə bilər. 3 kinaza və ECR1 statusu yoxlanmalıdır. Visceral kriz yoxdursa, ilkin olaraq mütləq hormon müalicəsi seçilməlidir. Visceral kriz zamanı isə ilkin xəttdə endokrin terapiya seçilə bilməz. Kimyoterapiya plus endokrin terapiya məsləhət görülmür və ancaq adjuvant endokrin terapiya bitimindən 12 aydan çox vaxt keçibsə, endokrin terapiyanı davam elətdirmək lazımdır və yaxud da endokrin terapiya CDK4/6 inhibitoru əlavə etmək lazımdır. Burada da qeyd eləmişəm ki, sonuncu çıxan dərman preparatlarını burada sadalamışam 77-ci ildən indiyənə kimi. Ən axırıncılar alpelisib, fulvestrant və trastuzumab deruxtecan, yəni bu preparatlardan istifadə olunur. Metastatik hormon pozitiv süd vəzi xərçəngi zamanı hansı CDK4/6 inhibitorlar effektivlidir? Seçim etdikdə əlbəttə ki, xəstənin yanaşı xəstəliklər nəzərə alınmalıdır. Yəni, postmenopauzal qadınlarda aromataz inhibitor, palbociclibdir, ribociclibdir və abemaciclibin ona artırılması ümumi xəstəliksiz sağ qalımı artırır. Həmçinin palbociclib, ribociclib əgər qaraciyər fermentləri və kütlə vaxtını uzadırsa, abemaciclib daha çox diareya verir. Abemaciclib beyin metastazlarında daha çox üstünlük təşkil edir və daha çox selektivdir. Və bütün aromataz inhibitorların praktikamızda istifadəsindən yəni deyə bilərəm ki, palbociclib və ribociclibi daha çox istifadə eləmişəm və demək olar ki, effektivliyə eynidir. Burada çalışmalar da Monarx çalışması, Paloma, Mona Lisa çalışması, yəni bunların üzərindən keçəcəm. Sonra progresivləşməyə gəldikdə isə, deməli, onkomarkerlər mütləq yoxlanılmalıdır. İlk 2 ay müvəqqəti yüksələ bilər. Qaraciyər fermenti yüksəkliyində, B12 vitamin əksikliyi, meqaloblast anemiyada, yəni ki, o yalançı yüksəlmələr də baş verə bilər. Radioloji müayinəni 2-4 aydan bir təkrarlamaq lazımdır. Pet-sitinin həssaslığı yüksəkdir. Nə zaman endokrin terapiya, nə zaman kimyoterapiya davam edir, çox faktor nəzərə alınır. Amma metastatik hormon pozitiv süd vəzi xərçəngidə, yəni sırf olaraq hamının məsləhəti ilə, yəni biz özümüz də bilirik ki, bizim əsas işimiz xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaqdır. Ona görə də ən çox elə hormon terapiyadan daha çox istifadə edirik. CDK4/6 inhibitorlarını daha çox istifadə edirik. Hətta deyərdim ki, bacardığımız qədər hormonları dəyişməklə və digər hormonlar, fulvestrant əlavə eləmək və yaxud da digər hormonlar əlavə eləməklə ikinci xəttdə belə hormon terapiyasından vaz keçmək lazım deyil. Çünki o kimyoterapiyanın əlavə əks təsirlərini, faydalarını və yaxud da zərərlərini bir müstəviyə qoyduqda daha çox kimyoterapiyanın zərərləri daha üzə çıxır. Ona görə tam məcbur olmadıqca kimyoterapiyə keçmək düzgün deyil. PIK3A reseptor haqqında danışanda deyə bilərik ki, fulvestrant və alpelisib bu da sonuncu müalicələrdən biridir. ECR-də isə elastostrantdan istifadə olunur. Bundan əlavə nəticədə bir də deyə bilərəm ki, xəstəyə müalicə palliativ olduğu və həyat keyfiyyətinin vacibliyi başa salınmalıdır. İlkin olaraq endokrin terapiya müalicə üstünlük verilməlidir. Kimyoterapiya zamanı tək dərmanla müalicəyə mütləq üstünlük verilməlidir və yan təsirləri nəzərə alaraq kimyoterapiya müalicəsi seçilməlidir. Son olaraq onu demək istəyərdim ki, elmə olan məhəbbətlə insanlığa olan məhəbbət ayrılmazdır. Həkim olaraq hamımız yəni bu iki ayrılmaz hissəni qəbul eləmək lazımdır və təbabətli sevməklə həkim olunmur. Mütləq insanlığı da sevmək lazımdır. Təşəkkür edirəm.